Bəzən Azərbaycanın Hollivudu adlandırılan Abşeronun ən qədim yaşayış məskənlərindən biri Buzovna. Kənd Abşeronun şimal-şərqində yerləşir. Hələ eramızdan əvvəl 3-cü əsrdə insanların Buzovnada məskunlaşdığı bildirilir. Burada məskunlaşan insanların məşğuliyyətinin maldarlıq olması səbəbilə adını Buzov sözü ilə bağlayanlar var. Bir çox tarixçi isə Buzovna sözünü qədim türk tayfalarından olan Bozoklarla əlaqələndirir. Bozok tayfaları qış aylarında burada məskunlaşırlarmış. Şərqşünas alim Mirzə Kazım bəyin tələbəsi Belizin 1845-ci ildə tamamladığı əsərində Buzovna sözünü Boz Oğuzlarla əlaqələndirir. Bəzi tədqiqatçılara görə Buzovna adı suya girən burun və ya çıxıntıdakı yer mənasını daşıyır. Buzovnada qədim Hun qəbirstanlığı yerləşir. Qəbirstanlıqda eramızdan əvvəl 3-cü əsrə aid məzarlar var. Lakin qədim məzarların əksəriyyəti kənddəki Alban kilsəsi və kəndin girəcəyindəki Buzovna qalası Sovet hakimiyyəti illərində dağıntıya məruz qalır. Buzovna qalasından tapılmış daş kitabədə qalanın 672-ci ildə Məlik Salar tərəfindən tikildiyi qeyd olunub. Buzovnada 2-ci, 3-cü əsrlərə aid abidə üzərində tikilən Nəsrani məscidi, 15-16-cı əsrlərə aid Bürc qala, 1306-cı ilə aid Qara Paltar piri, 1641-ci ilə aid Xəlifə Əli və Mühəmməd Mömin türbəsi var. Bu türbəni Usta Pərviz Buzovnanın varlı, kübar qadınlarından olan Bəkir xan adlı xanımın sifarişi ilə tikib. Buzovnada 19-cu əsrə aid Məşədi Qərib məscidi, İmam Həsən məscidi, Mehdi Qulu bəyin evi və 4 hamam mövcuddur. Təhməzov hamamı, Çapayev hamamı, Hacı Nurəli və Məşədi Veysəl hamamları bugün təəssüf ki, fəaliyyət göstərmir. 1758-1769-cu illərdə Bakı xan